Əziz izləyicilər, bugün biz D vitamini haqqında danışacağıq. İzləyicilər tərəfindən belə bir sual ünvanlandı ki, D-nin bir neçə forması var, D2 və D3. Biz necə bilərik ki, uşaq orqanizmində bu vitaminlərin hansı çatmır? Birinci ümumi məlumat verim. D vitamini, yəni kalsiferol, dəridə sintez olunan hormondur. D vitamininin 90% dəridə sintez olunur, 10% isə qida vasitəsilə qəbul etdiyimiz qidalardan, daha doğrusu mənimsənilir. Əgər hər hansı bir dediyimiz bu faktorlar yetərincə günəş şüası qəbul etmədikdə, tərkibində D vitaminindən zəngin qidalanmadıqda, həmçinin mədə-bağırsaq problemləri olan insanlarda D vitamininin defisitine rast gəlmək olur. Bu zaman yoxlanılır, laborator olaraq defisitin səviyyəsinə uyğun D vitamini təyin olunur. D vitamini satışda iki formada var. D2 və D3. D2 günəş şüalarının bitki və göbələklərə təsiri nəticəsində yaranır bitki və göbələklərdə. D3 isə heyvanların dərisində yaranır. Yəni D2 bitki mənşəlidir, D3 heyvan mənşəlidir. Hər ikisini də qəbul etmək olar. Orqanizm özü hər iki fərqli molekullara sahib olsa da D2 və D3 orqanizm tərəfindən mənimsənilir və orqanizm özü onu özünə uyğun molekula çevirir. Fərqi bundan ibarətdir ki, mənimsəmə fərqi var. D3 D2-yə nisbətən daha çox, daha sürətli mənimsənilir. Demək olar ki, 500 dəfə tez mənimsənilir.